Herkese selam. Yeni bir derse hoş gelmişsiniz. Bugün sizinle yeni bir idiomatik ifade öğrenerek unter Augen. Azərbaycan dilinə təkbətək iki nəfərin arasında başqaları olmadan gizli şəkildə söhbət etmək kimi tərcümə olunur. Bu ifadə sözbəsöz dörd göz altında deməkdir. Yəni iki nəfərin hərəsinin iki gözü var, tək danışması nəzərdə tutulur. Gəlin nümunələrə baxaq. Birinci nümunədə deyir ki, können wir unter vier Augen sprechen? Təkbətək danışa bilərik. Təkbətək unter vier Augen. Modal feillə işlənmiş cümlədir. Sual sözsüz sual cümləsidir. Modal feil birinci yerdə gələrək şəxsə görə təsrifləndi. Məsdər isə cümlənin sonuna keçdi. İkinci cümlədə ich möchte mit dir unter vier Augen reden. Səninlə təkbətək danışmaq istəyirəm. Təkbətək unter vier Augen. Üçüncü, sie haben alles unter vier Augen besprochen. Onlar hər şeyi təkbətək müzakirə etdilər. Dördüncü, das bleibt unter vier Augen. Bu söhbət ikimizin arasında qalacaq. Digər nümunələr, der Chef wollte mit mir unter vier Augen sprechen. Müdir mənimlə təkbətək danışmaq istədi. Wir sollten dieses Problem unter vier Augen klären. Bu problemi təkbətək həll etməliydik. Daha sonra yadda saxlamaq üçün qısa qeydlərimiz var. Unter vier Augen sprechen oder reden təkbətək danışmaq. Unter vier Augen besprechen təkbətək müzakirə etmək. Unter vier Augen klären təkbətək aydınlaşdırmaq kimi tərcümə olunur. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.